Ya Allah, salam aleyküm, hər vaxtınız xeyir olsun. Bugün 29 Mart 2026-cı il. Sizə təqdim edəcəyim çeşid Hollandiyanın Yarazadin firmasının ölkəmizdə rəsmi nümayəndəsi olan Alpha-Sys MMC-nin təqdim elədiyi Fortis F1 pomidor çeşididir, pomidor hibrididir. Qeyd edirəm ki, bunu elə belə özümüz üçün əkmişdik. Burada hardasa bir 10-12 ştildir. Qeyd edirəm ki, 3-cü salxımına qədər heç bir qulluq olunmayıb, heç bir tozlanma olunmayıb. Ən başına baxmışıq ki, ekstremal şəraitdə göstərdiyi effekti görməkdən ötürü. İndi sizə pomidorlarını göstərmək istəyirəm və qeyd edirəm ki, demək olar ki, yemləmə verilmir. Düz qapının ağzında əkilib, başlarından hiss olunur, isti soyuqda başı yığılır. Amma buna rəğmən yenə də inkişaf davam edir, yenə çiçəklənmə dövrü gedir, heç bir problemi yoxdur. Misal üçün bir ədədini sizə göstəreyim pomidorlarını. Bu torpaqdır, çillənib üstünə. 4 ədəd burada var məhsulu. Sonra burada ikinci salxımda. Biz bu salxımdan yox, hardasa bu salxımdan tozlama eləməyə başlamışıq, dərman vurmağa başlamışıq. Bu 6-cı çiçək, 7-ci çiçək, 8-də az göstərir. Başqa birində sizə göstəreyim, misal üçün. Birinci çiçək, ikinci daraq, üçüncü daraq, dördüncü daraq, beşinci daraq, 6, 7 ve 8 buradadır. Ve bir ədədini də göstərək. Onun biri var idi burada, onu sizə göstərmək istirdim. Aha, bu. Baxın, bu birinci daraq. İkinci daraq. Yəni budama falan heç nə etməmişik. Elə belə özümüz üçün əkmişdik, belə deyim, ekstremal şəraitdə yoxlamaqdan ötürü. Düz qapının ağzıdır. Hələ də məhsul tökümü davam edir. Başı belə yığılsa da eləsə də, bu da qeyd edirəm ki, isti soyuğun təsirindəndir. Qapı buradadır. Burada panikdir. Və burada heç bir istrik xətti yoxdur. Düz safhana bitişidir. Sırf bunu yoxlamaqdan ötürü bu şəraitdə əkmişik. Və bu da nisbətən yaxında göstərim sizə. Bunda tozlanma olunmuyor. Artıq burada tozlamışıq. Bu. Və hələ də gedir. Artıq 7-8-ci çiçəyini göstərir. İnşallah ki, son nəticə nə olar.